Bakıda Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası və Azərbaycan Airsoft İdman Klubunun təşkilatçılığı ilə Airsoft hərbi taktiki simulyasiya oyunu üzrə turnir təşkil olundu. Vətən müharibəsindəki zəfərin 5 illiyinə həsr olunan yarışın məqsədi gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların orduda xidmətə hazırlanması, sağlam həyat tərzinin təbliği, həmçinin ölkənin güc strukturlarında və hüquq mühafizə orqanlarında xidmətə həvəsləndirilməsidir. Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası və Airsoft Azərbaycan İdman Klubu dəfələrlə belə turnirləri təşkil edir. Xüsusən qeyd eləmək istəyərdim ki, Airsoft praktiki atıcılıq növü 2011-ci ildən Azərbaycanda inkişaf eləyir. Airsoft Strikeball deyilən növü 2015-ci ildən inkişaf eləyir. Və Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası və Azərbaycan Airsoft İdman Klubu birgə bu gördüyü işi həm təkmilləşdirir, həm çalışır inkişaf eləməyə. Turnirimizin məqsədi Airsoft idman növünə ölkəmizdə inkişafı, gənclərin səmərəli asudə vaxtının keçirilməsi və hərbi vətənpərvərlik yönündə işin təşkilidir. Qeyd edək ki, yarışda 7 komandadan olan 56 idmançı mübarizə apardı. Sonda qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.